Emin. Vazimamaz kapitan. Ne istiyorsun? Kışın vaxtında siz gəlmişsiniz cemaat böyle. Bu cemaat yazıq böyle, bu cemaat hara getməz. O millət hara getsin? Yok, yalnız Qara mənim Hep siz kimlərsə bir kəlmə sözdə istifadə edib gəlib düşmüsünüz. Otlaq sahələrdir, buraya ekin sahələrdir ki, siz gəlib düşmüsünüz hər bir tərəfdə. Orada belediyenin 150 hektar boş yer var. Qeyb əksində pambıq əkimində əkirəksin. Bu otlaq sahəsi, bu cemaat nə qədər əhali burada başlanır? 2000-3000 nəfər ailə başlanır ne burada? Xeyri ziyan nə deməkdir? O rayon rəhbərlərini çatdırır, gözlərin kebabı. Heyvandarlıq sahəsində bu az şey deyil bu. Prezident ora prikaz verir, orada bura prikaz verir. Onları da bizdə nə var? Prezidentin adına istifadə edərək prezident demir ki, o deyir, orada bura deyir. Bura nə var? Prezidentin adına istifadə edir. Prezident deyir ki, get köçəri cəmaatı incidi orada. Ləzgin incidi orada, heyvan saxlamasın. Səhər deyir, traktoru uzat. Ailəsini saxlamasın deyir prezident. Səhər uzat gəlibdi, keçər. Salih. Oradan kotanı qoyub gedib binə. Adamda bir abır həydə yaxşıydı. Ya Allah elə bilmən deyiləm sənsən. Onlar özləri hara Sən nə deyib ağzını yağırırsan? İcra hakimiyyətinə getmiş ki, icra hakimiyyəti deyir ki, iki dəfə elə belə düşür, cəmaata xox edir orada. Biz icra hakimiyyətinə getmişik. Həmən bu cəmaat gelib icra hakimiyyətinə. Qardaş, gələn sözünüz ora deyil, gözləriniz orada, ancaq ora. Valla ancaq ora. Özümüz yığışırıq da, yığışmışıq icra hakimiyyətinə. İcra hakimiyyəti deyib, qoy gedir. Bir şey sözü işlə bilən olar orada. Burada bir kəmə sözlər var. Qara bəli, mən dünə xahiş eləmişəm, yalvarmışam, müraciət eləmişəm. Bu sürməyi mən tərəfdəyim, amma indi vaxtı deyil axı, indi bəs qoyun, mən maşın deyil taxılan qarayda üstün örtə. Bu heyvan saxlanıb qapında qış qapını kəsirdən mən indi hara gedim, mən bəs bu heyvanı harada saxlayım? Bana bir il imtiyaz olmalıdır, bir il vaxt verilməlidir, mən ziyanlarım ödənilməlidir, mən tikintilerimin haqqı ödənilməlidir. Bəs mən kimdən alım bunları? Kim verməlidir mənə bunları? Orada gəlib basırlar ki, qalan heyvanı da qıracam. Adınızı familiyanızı deyil. Elmircan Məmmədov. Ne baş verir burada? Burada kardeş, ne kadar burada 20 gün bundan evvel icra başına xitam məktubu gelip Hansı icra hakimiyyətindən, hansı? Ucar rayon icra hakimiyyətindən. Bir günde bir haftadır traktörler işliyor. O tarafta bir 150 hektar ekilir. Burada bir 100 hektar ekilir. Burada yine de ekilir. Bu üzər direnirler bineye. Bize deyirlər bineden çıkmıyor. Bura Qəbələ rayonunun binələrdir. Bəli, Qəbələ rayonundan. Biz Qəbələ rayon tərəfkeşliyi var mı? Burada Ləzgi Müsəlman Azərbaycanlı sözü var mı? Bilmirəm burada. Ne baş verir? Neçə illərdir bu torpaqlarda siz məskunlaşmışsınız? Ben 69-cu ildən Yo, ümumiyyətlə buranı deyirlər qədim dədə-baba torpaqlarınızdır, sizin qışlaq yerlərinizdir. Bəli, o vaxtdan məndən əvvəl də olublar da burada hər halda. Küdürü sözü deyirlər. Küdürü sözü nə deməkdir ümumiyyətlə? Küdür düzəngah. Qışlaq. Düzəngahlaqdır. Su çıxmayan quru yerdir. Düzəngah. Bura ne oldu? Buna adı doğru 38 adlanır. Nə qədər burada yataqlar var təxminən? Burada 4 qurum var hal-hazırda. 5 ev var. Bir yataqda o tərəfdə 6 ev. Aşağıda çoxdur. Küdür zonasında yataqlar. Bu ərazilərdə nə qədər qoyun saxlanılır təxminən? Ərazilərdə hal-hazırda bizim binada 1200'den yukarı doğar qoyun var. Yəni xırdaları. Bayaq yoldaşlardan biri qeyd etdi ki 45-50 min arası qoyun var bu ərazidə. Bəli, qışlaq, küdür qışlaqlarından bəri bəli var. Bəs nəyə görə buralardan sizləri sıxışdırırlar? Məhz tək sizləri sıxışdırırlar, ləzgiləri. Onlar hamısı qonçuluqla oynayanlar hamısı ləzgidir. Qəbələdən gəlmə zadlar. Getmə söhbəti var burada. Sizin müqavilələriniz varmı? Müqavilələrimiz var. Mənim müqaviləm şəxsən indi bu ayda qutarır. Amma arada da vermişəm əlinə yeniləyən var, yəni baxan var, nə cavab verəm. Nə deyirlər, nə ilə əsaslandırırlar ki, baxmamaqlarını? Xitam veriblər ki, sizin vaxtınız qutarıb. Elə adam var ki, 20 ilə veriblər, müqaviləni bağlayıb, 20 il. Hələ 3-4 ili var, xitam veriblər işinə. Burada bax, şəxsən burada Göyşəv Sultan Bala Sultan oğlunda 3 il vaxtı qalıb. Göyşəv Rəhim
Bala Sultanoğlu'nun da yerində 3 il vaxtı qalıb. Amma xitam verilib işinə. Xəbərdarlıq etməyiblər sizləri. Heç bir xəbərdarlıq olmayıb bu vaxta kimi xitam məktubu. Nə nəzərdə tutulub burada əkiləcək? Quya pambıq. Amma pambığın indi vaxtı deyil axı. İndi pambıq sumunun vaxtı deyil. Pambıq sumundan Artar baba gözüm açandan görmüşəm ki, dekabr, axır yanvarda sumlanır, qışda sulanır, yazda da malalanıb əkilir. Amma indi sürülən sum mütləq ikinci dəfə sumlanmamalıdır. Sumlanmalıdır əgər pambıqdan ötürü əkilirsə. Amma burada kimin əli var ki, nə tərdir, kim nə ayırır bilən yoxdur. Kimə şikayət edilir, onu da bilmir. Ancaq deyirlər ki, prezident tapşırıq verib. Prezidentin də tapşırığını biz də daim izləyirik, siyasətini də bəyənirik. Prezident tapşırıq verib ki, qoyun fermerlərə toxunmadan, boş kənd ətrafı, bələdiyyənin burada yerləri var, onlara toxunulmur. Kənddə olan boş torpaqlara toxunulmur. Ancaq gəlib büyünələrə toxunublar, xam torpaqları əkirlər. Prezident, bunlar məsəl üçün ağzına gələn biri danışır ki, Ləzginin burada torpağı yoxdur. Bizim respublikamız tolerantlıqda dünyaya meydan oxuyur bugün. Prezident onu bilmir. Prezident heç vaxt onu elə söz deməz. Kim deyir ki, Ləzgin torpağı yoxdur? Burada gediblər Sirəyin, məsəl üçün deyir ki, Ləzginin torpağı, məsəl üçün, qəbul da eləməyiblər. Düz əməli, ağsaqqal gedib, başçının müavini heç düz əməli qəbul da eləməyiblər. Ucar rayonunun başçısı. Kimdir adı familiya sənin başçının? Başçı Mənsur Məmmədov, cənab. Ləzginin yeri yoxdur deyən ifadəsini kim işlədib? Ləzgin orada cəmaatdan olur, cəmaatdan olur, başçılardan iş adamları ilan verir. Elə sözdən çıxırlar. Amma mədəni surətdə sıxışdırırlar ki, çıxaq. Mədəni surətdə. Agronom. Günah, nə agronom? Üçün agronomun adı nədir qardaş? Hay oğlum. Salih. Agronomdur. Agronom, pambıq zavodun agronomu, biz bilməm. Pambığın agronomudur. Axırı biz belaya düşmüşük, bilmirik. Hörmətli prezident heç vaxt deməz ki, get kimisə əlində torpağı al ginən, ək ginən. O deyir ki, boş yerlər qalmasın. Nə bilim, birgə təsərrüfatlar yaradın, əkin. Yoxsa bu hələ qoyunçuluq üçün nəzərdə tutulmuş torpaqlardır. Bura əkinçilik üçün heç təyinat dəyişmir bax hələ. Bu torpaqların əkinlə bağlı təyinatı dəyişilməyib. Dəyişilmir, bəli. Bu təyinatında qeyd olunub ki, Nazirlər Kabineti dəyişməlidir təyinatı, ancaq qeyd olunub ki, qoyunçuluq üçün nəzərdə tutulur. Qoyunçuluq üçün nəzərdə tutulmuş torpaqlar, sırf qoyunçuluq üçün. Amma nədən çıxmaya İndi burada pambıqçılıq əkilsə, belə çıxır ki, həmin 50.000 baş qoyun məhv olmalıdır. Məhv olmalıdır, bəli. Qoyunçuluq da iqtisadiyyatın bir növüdür. Ölkəni ətlə təmin edir, ət məhsulları ilə, yunla, pendirlə, deyək ki, digər ağartı məhsulları ilə. Onda belə çıxır ki, bunlar pambığa qurban verilməlidir. Qoyun pambığı yeməlidir, bəli. İclasında fermerlərə toxunmadan, fermerlərə verilən bütün infrastruktur məsəl üçün maniyələri aradan götürmək üçün neçə dəfələrlə sərəncam verib ki, fermerlərin heç bir hüququ pozulmamalıdır, inkişaf eləməlidir. Fermerin inkişaf eləməsi üçün prezidentin fərmanları, göstərişləri var. Bütün nazirlərə, nazirliklərə, hamısına. Biz özümüz də qulaq asırıq televizorda. Prezidentin siyasətini daim izləyirik biz. Prezident heç vaxt məsəl üçün hardasa qoyunçuluqla məşğul olan adamın deyir, get çörəyini əlindən al deməyib heç kimi. Get deməz elə şey var. Siz özünüz təqdim edin, adınız, familiyanız nə edirsiz? Şamilov Rəhman? Bəli, Aslanov. Qəbələ sakinisiniz siz də? Bəli, Qəbələ sakiniyəm, mən də burada qoyunçuluqla məşğul oluram. Çıxın gedin. Buyurun siz. Vaxtda kimi olmuşsunuz deyir, hindi çıxın gedin. Kim deyir o ifadəni? Məhəmməd Tağıyev deyir, bu carın, o günü getmişik, bizə məhəldə qoyun. Ərazimiz Dağıstanda deyir torpaqlarımız. Harada deyir? Məhəmməd Tağıyevdir kimdir? O deyir ki, köçün gedin sizin torpaqlarınız, deyir Ləzgi cəmahatsız, sizin torpaqlarınız Dağıstan ərazisində deyir. Yox, mən Dağıstanlıyam, mən Azərbaycan vətəndir. Mənim babam burada olur, babamın babası burada olur. Dədəm buradadır, mənim hələ, dədəmin hələ 85 yaşı var. Yox, mənim babam buralara gələndə heç, sənin baban heç yox idi burada. Vardı sənin baban. Tanırsan, sən özlədi, sən haralsan. Sən hardan gəlməsin? Tanırsan nə qardaşlar? Yox, yox da Ləzgin oğaz adı salmıyor. Sən tanıdın ki, mən də tanıyacağım. Sən kişi oldun ki, mən də kişiyəm. Sən nə dedin ki, mən kişi deyilsən?
Nurməhəmməd Tağıyevin o dediyi onda haqq görürsən də, ona haqq qazandırırsan. Mən ona haqq qazandırmıram bu. Haqq qazandırmırsansa o zaman. Tanıyırsan sözdən gör deyirəm, Nəsbunu tanıyırsan sözdən gör deyirəm. Sən özünə niyə götürürsən? Bugünkü günü gəlirsən, sən ona dəstək verənləri bilirsən, Ləzgi torpağıdır, Ləzgiyə sən deyirsən ki, mənə tapşırıqdır versən, vicdanın yoxdur, tapşırıq veriblər, əkmə. Sən Nurmədi mənə yaxşı tanıyırsan. Mən hardan tanıyıram ki? Tanımırıq, tanımaq da istəmirik. Mehmet Nalir pis adam değil ama bu işi bir yöne koymur. Da bu Mehmet'in işi bir yöne koyuyor. Böyle olmalı ki bir cemaatin bile direme olmalı ki kıştı kabaktan ayda ki millete bir imkan versin. Bu hayvanı biz harbi saklayın, yeter saklayın. Kışın günü mehara git. Sürülmeli yel demine hamsi torpak çübelde hamsi sürmeli. Bu Mahsim Gili var ya. Yuşun rayon rəhbərləri, Yuşun Mahsim Gili var ya. Anda olsun Allah diye köçülür. Bəs qışın gündə bu müsəlmançılıqdır. İnsan layaqətlə bu soruşan iş deyil. Böyle olmasa müsəlmanı qalxır, biz insanı qalxır. Gedən o trafiklərin qabağını onları saxlayaq orada dedilər. Ədaləti var, gene gətirib tualeti söktürür. Var ha, özünün burada deyirlər belediye torpağı var, neçə hektarlarla onları əkməyibdir məsəl üçün. Toxunmur buna. Cəmaatın prezidentimiz deyib ki, cəmaatın torpağını əkin, kim əkmirsə. Əkin cəmaata iş verin. Gəlib demir küdür sahəsini hardasa əkin. Prezident heç vaxt elə sənə Deyir Fuad müəllimdə yer azlıqdır ki, Adil müəllimdə nə qədər yer var. Niyə sürümlük? Çünki onlar ucaqlıdır, yerli bağlıqdır bu. 1 metrəsi əkilmir. Qatar oldu ki, oradan da içsinlər də. Onlar da mənlə götürüb qəbələyini bağlayıblar, müqavilərini. İri fermerlər hesab olunur. Özlərinin yeri var, özlərinin yerinə bir kərə gətirmirlər. Sana deyirəm ki, səhər Salih deyir buradan qotar. Özdə burada o vaxtdan, keçmişdən var ki, bu küdri torpağının, bu qışlaq torpaqlar 3%-in, 3%-in gələn fermerə yem bazası təşkil etmək üçün 3% etməyə icazə verilirdi. İndi bunlar prezidentin adından istifadə edirlər. Prezident heç vaxt mən bir də baxmışım, siz də baxırsam ki, mətbuat işlərsiniz. Prezident deyir ki, məsəl üçün fermerə toxunmadı. Keçən biz Sərdab rayonunda müşavirədə olmuşuq. O dedi ki, prezident özü dedi ki, tapşırığı verilmədim. Prezident elə bir tapşırıq vermir. Fermerə toxunmadan dedi, boş qalan yerlər. Orada boş kim gəlmirsə, kim imtina edibsə onun yerinə keblər. Gələn cəmatın məcburi yerinə ekmək bu heç yerə sığandırır. Bizə qardaş bu ucar icra hakimiyyətinə biz gedəndə mədəni sürətdə bizə dedi ki, qardaş bu il gəlmişsiniz, hələ siz sevinin ki bu il qışdan çıxa biləcəksiniz, bilməyəcəksiniz. Vaxtında başımıza çarə qılın, dedik gedin buradan köçün, nə yerimiz yoxdur, nə bir şey. Sərancamızda da xitam verilib, buradan vəbşə üzlüşün yığışdırın şələkilərimizi gedin, biz hara gedək, biz onda Dağıstana getməliyik. Rusiyadan sığınacaq şey istəyək ki, dəstəkləyək ki, gəl bizi buradan götür, biz harasa başımıza imdad edək. Bizim ayrı əlacımız yoxdur. O da traktorlar deyib, tap şunludur, köçməlisin. Biz qışın çağında biz köçərik, bu 1000 baş doğar koyun var. Bu 1000 baş doğar koyunun da harasa 1200-1300 başda kuzusu var. Bunu hara eyləsin? Hələ bu bir yataqdır. Hələ bu bir yataqdır. Orada Nəmiridə, indi burada qadın xeylaqlarda var, ayaq yolunu şuma salıb, stada salıb. Hasarın içinə. Ayaq yoluna da çıxmaq yoxdur deyir. Bu bəs nətər bu Ləzgi hardan oldu bu müsəlmançılıq? Harda qalıb məsələn? Bu cəmaət tualetə çıxarmır, tualeti şeydə qalıb. Ayaq yolsu zətdə hasarın içində. İnsanlıq hara getdi? İnsanlıq hara getdi? Bu şumdu 1 ay, 2 ay bundan qabaq payızdan bu şey deyildi. Xəbərdarlıq eləyədi, cəmaət öz başına bir çarə qılardı da. Bəs qışın çağında bu sürüləri hara eləsin? Hamısı ağızlarına da söz düşüb ki, prezident fərman verir. Prezident deyib ki, get Ləzgini köçürt orada. Prezident o sözü heç bir vaxt deməz. Bizə imtiyaz verilməlidir. Mən bir vaxt dedim, bir il vaxt verilməlidir. Əvvəldən xəbərdarlıq olmalıdır. Mənim ziyanlığımı ödənilməlidir. Mən də sonra çıxıb rədd olmalıyam, harası getməliyəm. Mənim tikintilərim burada, mənim ərazim burada, evim burada, eşiyim burada. Hər şeyim burada, mən qoyun gətirmişəm, gəlib dirənib, qış dirənib qabaqdan bu yandan deyir ki, mən sürürəm. Sürürsən, 100 hektar orada sürürsən, 100 hektar orada sürürsən, 100 də burada sürürsən, 300 hektar darda yuxarı sürürsən burada. Qalıb qoyun deyil elə belə zadda, bu yanıqda. Buranda şotlayıblar ki, hər sabah sürüləcək. Belə iş olur belə. Bəs mən deyiləm sənsən, bəs mən hara getməliyik biz? Bir imkan verilmə qışı çıxardaq da heç olursa.
Bir qıraq sürürlər elə. Bir qıraq sürürlər. Sürüşümlər, qaraşım elə girən qoydurum. İndi pambıq vaxtı. Aşağıda bayaq qeyd olundu ki, 55 hektar torpaq əkilib. Oradan nə qədər pambıq götürülürdü ildə? Oradan 1, 2, 3 tondur, 4 tondur pambıq götürülür. Nə qədər ora maliyyə vəsait ayrılmışdı? Çox, 12 min, 15 min. Nə bilmirəm, bütün bir 40-55 hektar. 40 tona qarşı 6 ton pambıq veriblər. 6 tondur, nədir pambıq? Pambığın da hündürlüyü 3 metrədir. İçinə heyvan girənmir, adam girənmir. Belə olmalıdır ki, əslində pambıq. Pambıq olmalıdır belə 1 metrə, ən hündürü 1 metrə. Ən ötürü. 7 hektar birdir, 7 hektar 10 ton verir. Hələ çox az. Sular olduğuna görə deyil, nə başı vurulub, nə serasma gedir, nə yerli cəmatdan bir nəfər işləmir. Niyə? Sestradır, orada burada işləyənlərdir, nə var, cəmatı heç biri gətirmir. Hamısı təşkilatlarda işləyən adamlar gətirir. Pambıq əkilib 3 nəfər söz var, yığılan, pambıqçısı var. Anası 2 nəfərdən, anası, atası 1-2 nəfərdə gətirib 5 kötüyə pambıq yığır. Bir nəfər orada pambıqda işləyən yox. Neçəyə yığdırırlar pambığı? 5 qəpiyə? Prezident amma 10 qəpik hələ subsidiya verir. Bunun hər yığılan kiloqramı 10 qəpik. Dövlət başçı. Yəni orada işləyənlər də deyirsiniz ki, dövlət büdcəsindən maliyyələşən təşkilatların işçiləridir. Xəstəxana, təhsil şöbəsi. Bunlar cəmaat prezidenti aldadır haqqına orada gəlib. Pambıq əkirik, dövlətdən subsidiya alırlar, ona görə də hökumətin pulunu yiyir. Orada yerli də bir boy o Silyan kəndindən bir dənə maşınla gəlib orada pambıq yığan sadə kənd cəmaat var. Qalan hamısı var, orada burada işdən büdcədən maliyyələşən adamlardır. Onlara ödəniş edirlər onlar. O ödəniş etmirlər, elə maaş alırsan get orada məcburdur, nə var mı? Məcbur işlədirlər, ayrılan pulu da mənimsənir. Ayrılan pulu məcbur işlədirlər. Elə belə gətirib onu məcburi işlədirlər ki, sən oradan 100 manat maaş alırsan. Məktəb işçisidir burası. Gəlir səhər, axşam məktəbin üstü səhər pambıqdan gedir. Deyir 100 manat pul alacaq. Cəmaat hamısı görür da bunu fakt elədir. Cəmaatın subsidiyasını özü yiyir. 10 köpük fakt pul verir. Kim ailəsini göndərməsə, pambıq gəlir pambıq. İşçi göndərməsə işdən çıxarılır. O yolla pambıq yığılmaq istəyirlər. Bir nəfər əhalini bunlar hələ bu qədər keçəndən pambığa başlayıb yerli haldən bir nəfər işlə təmin eləməyiblər, pul da vermirlər. Cəmaata da ona görə də bu Respublikanın iqtisadiyyatı gündən-günə güclərin iqtisadiyyatına zərbə vururlar bunlar. Hökuməti aldı. Allah işi peşələri hökumu dövlət aldatmaz. Azərbaycan Respublikasının prezidentinin gözəl siyasəti var. Bütün yerlərə subsidiyalı nəzarətdə saxlayır. Rayonlarımız, bölgələrimiz gündən-günə gözəlləşir. Amma burada bəzi məmurlar həmişə əngəl törədir, cəmatı incidirlər, prezidentin işinə maneçilik törədirlər bu adamlar. Başqa əlacımız yoxdur. Aleykümselam. Biz ancaq gedək Dağıstanı, Rusiyadan sığınacaq istəyir. Buyur. Biz Rusiyadan sığınacaq istəyirik. Burada bizə baxılmasa Rusiyadan sığınacaq. Bizə ancaq deyirlər ki, sizin yeriniz Dağıstandadır. Bizə yer yoxdur. Biz ancaq xahiş edirik ki, Rusiyadan biz sığınacaq istəyirik. Belə olandan sonra. Rusiyadan sığınacaq istəyirik. Bu milli münazir. Bu dövlətimizin rəhbəri, gözəl prezidentimiz. Cənab prezidentimizə qarşı çıxır. Belə olmaz. Bu ili multikulturalizm ili elan edir. Amma burada bizi sıxılırlar. Sabah nümayiş olacaq Qəbələdə. Dolanmağınıza imkan Tərpənəcək nə qədər ləzgi var. Əlinə çomaq alıb hamısa gedəcək Qəbələyə. Nümayiş. Nəyə görə? Torpaqların üstündə. Bu da prezidentə xələl gətirir. Kimsə aranı qarışdırır, prezidentə xələl gətirir. Ən son gəlir yerimizdir, onu da bizim əlimizdən alırlar. Biz nə qayraq başqa bəs? Başqa heç nə köçmək lazımdır. Köçmək yox, köçürdürlər. Köçmək niyə? Sənin köçürdürlər. Rusiya, sən öz-özünə köçəcək. Ermənistana. Məsim köçən kimi. Çıx, get hara gedir. Elə layağı Ermənistana köçməkdir. Gənə Ermənistanda heç olmasa boş torpaqlar olsa da var qoyunlar gitmək. Gedib orada rahat canımızı saxlayarıq. Adı olsun Allah'a.
O bu münasibət çox pis münasibətdir. Belə olmaz. Heç yerə, bizim heç yerə müraciət edir. Biz qulaq asın. Biz Azərbaycan vətəndaşıyıq. Heç yerə müraciət, özümüzün prezidentimiz var. Bizim şərəf və ləyaqətimizi qoruyan gözəl konstitusiyamız var. Bu yaxınlarda referendumda qəbul olunubdur. Biz heç yerə getmirik. Biz bu respublikanın vətəndaşıyıq. Bizim prezidentimiz var. Prezident də hər bir Azərbaycanlıda yaşayan bütün xalqların prezidentidir. Biz prezidentimizə müraciət edirik. Prezidentimiz də bu işə çarə qılacaqdır. Özü öz sərəncamını da verəcək, tədbirini də görəcək. Bəzi adamların cəzasını da verəcək. Ora sığınacaq. Mən Azərbaycan Respublikasının vətəndaşıyam. Mənim hüququm var, haqqımı tələb edirəm. Burada prezidentin siyasətində bəyənik, daxili, xarici siyasətində də çıxmırıq. Biz prezidenti həmişə dəstəkləmişik, dəstəkləyirik. Heç bir müraciət eləmirik, öz vətənimizdə öz prezidentimizə müraciət edirik. Bəli, prezidentimiz bizə çarə qılsın. Biz yaman günə qalmışıq.